İlk vlogu sosyal anksiyetemde biraz galip gelmək üçün videonun həyətində çəkirəm və bütün tərbiyələr bu dəqiqə burada da hava çox yaxşıdır. Hər kəs burada da biraz utandım. Yenə də o qədər çox deyil, daha azdır. İlk vlogumu istəyirəm Bakı Dövlətdə çəkim. Düzdür, artıq magistr, son kurs, son dəqiqələr, son günlər, hər şey bitdi. Disertasiya bitdi, hər şey bitdi. Yəni sadəcə qalıb müdafiə eləmək vəssalam. Ona görə bir tek o qaldı. Yəni videoda son günlərdir. Əslində heç bir işimiz yoxdur, çağırmayıblar da. Mən sadəcə gəldim. Həm uşaqlar üçün ilk şiarımı öyrənməyə, həm də özüm üçün ki, burada ilk videomu burada çəkim. Ümid edirəm səsim gedir, bilmirəm səsim orada gedir ya yox. Amma həqiqətən bütün komplekslərimdən arınmaq istəyirəm. Hər birləri sayı artır. Amma o qədər də çox deyil yəni, yenə danışa biləcəyim dərəcədədir. Keşke mikrofon olsaydı burada yanımda ama yoktu. Alacağım inşallah yaxın zamanda. Çalışıram sesim gəlsin. İlk özümü tanıtmaqla başlayayım. Mən Layla Sərkarova. Burada 2020-ci ildə Bakı Dövlətin Riyaziyyat müəllimliyinə qəbul oldum. 582 tam onda 4 balla o balı deməsə, vergüldən sonrakini deməsə olmaz. Riyaziyyat müəllimliyinə qəbul oldum. Riyaziyyat müəllimliyinə oxudum. Fikirlərimi bölüşəcəm. Nə qədər məmnun oldum, nə qədər məmnun olmadım. Daha sonra da magistra qəbul oldum. Magistrada 2024'te elə bitirdim. Bitirdiyim il magistra imtahan verdim. Yine riyaziyyat ixtisasına qəbul oldum. Riyaziyyatın hesablama riyaziyyatı kafedrasına. Hesablama riyaziyyatı kafedrasını yazmaqdan heç peşman deyiləm. Diğer bütün kafedralara baxanda çox ideal bir kafedra seçmişəm. Zaten istəyirdim də oranı. Bilirdim ki, yəni bilmirdim. Əslində balı çox yuxarı değilmiş. Amma mən zaten riyaziyyatda ballar çox yuxarı deyil. Amma ixtisaslar bayağı qəşəng çətinlik dərəcəsi var. Amma hesablama riyaziyyatı çox sevdiyim bir ixtisas idi. Gerçi müəllimlərim sevilmişdi, amma yəni çox gözəl idi. Kafedra müəllimləri də yaxşıdır, xoşdur, gülərüzdür. Məncə mühit nə qədər gülərüz olsa o qədər yaxşı olur. Mən də isə kameraya baxmıram, özümə baxıram. Ona görə əks tərəfə baxırmış kimi görürəm, çalışıram kameraya baxım. Belə və ümumiyyətlə videodan danışmaq istəyirəm, içim doldu. Onu burada çəkmək istəyirəm. İlk vlogumda videoya həsr etmək istəyirəm. Deməli, yəni video mənim xəyallarımdakı kimi deyildi. Ümumiyyətlə mən niyə yazdım videonu, ora gələk. 7-ci sinifdən nədənsə ağlımda video var idi və başqa versiya tanımırdım. Çünki tarix oxuyurdum, ilk açılan universitet Bakıda videodur. İlk 100 tələbəni xaricə göndərən universitet falan. Yəni ümumiyyətlə Azərbaycanda açılan ilk universitet olaraq diqqətimi çox cəlb eləmişdi. Tarix də çox sevdiyim bir fən idi. Baxmayaraq ki, riyaziyyatçıyam. Tarix və coğrafiya çox sevdiyim fənlərdir. Çox ilgi alanlarım türklər demiş. Yəni heç riyaziyyatın eskapezi yoxdur ki, evimdə coğrafiyadan var. Çox sevirəm. Hər də onlarla maraqlanmam, amma sadəcə hobi olaraq maraqlanmam. Təbii ki, əsas ixtisasıma fikrimi yönətmişəm riyaziyyata. Yəni mən sırf bu tarix oxuduğum üçün və sırf BDU haqqında ümidlərim çox idi. Yəni sırf sevdiyim tarixi şəxsiyyətlərin BDU-da oxuması falan mənim diqqətimi çox cəlb eləmişdi və mən BDU-nu yazdım. Amma nə qədər razıyam, yəni gözləntilərim qarşılandı mı? Yox. Demək olar ki 90% qarşılanmadı. 90% çox böyük bir faizdir məncə, amma niyə? Yəni birincisi dərs yükü düzgün planlaşdırılmayıb məncə. Mən riyaziyyat müəllimliyi ixtisasını oxudum, dediyim kimi. BDU-da 2 çətin fakültə var, 2 çətin ixtisas var ümumiyyətlə. Riyaziyyat müəllimliyi, bir də hətta mexanika riyaziyyat fakültəsi genel olaraq çox çətin bir fakültə deyil. Amma özünün ağırlığı var, təbii ki, riyaziyyat özü asan deyil. Amma asan deyil dedikdə, yəni belə deyim də, konkret deyilsin. Tarixdə bilirsən ki, budur, oxudun, budur da yəni. Bundan artıq bir şeylə qarşılaşmayacaqsan. Zapaşa yeni bir tarixdə əlavə olacaq. Amma riyaziyyatda hər şey yeni situasiyalarla qarşılaşırsan. Nə qədər də dərindən araşdırılsa, araşdırılmayan nə qədər böyük bir hissəsi var. Hər nəsə riyaziyyatın dərinliyə girməyəcəm burada, bəlkə başqa vloglarda girərəm. Amma yəni dərs yükü çox mənfidir. Niyə?
Biz bir ayda 7 imtahan verdik və 7 imtahan, 6 imtahan verirdik. Heç 5 imtahan verdiyim desəm bir semestr olubdu. Tələbəliyim zaten məndə ümumiyyətlə məncə belə olmalıdır. Tələbə vaxtı sadəcə tələbəlik, sadəcə oxumaqdan ibarət olmamalıdır. Müəyyən qədər çalışmaq da lazımdır öz üzərində. Yəni ən azından demirəm belə rəsmi bir şəkildə çalışmaq və yaxud da çox belə dərinliklərə getmək, bütün məsuliyyəti üzərinə götürmək işdə yox, amma təcrübə kimi çalışmaq lazımdır. Faydası çoxdur. Ən azından tələbəlik illərini düzgün dəyərləndirmək üçün lazımdır. Yəni düzgün dəyərləndirmək üçün məncə vacibdir. Və mən də birinci kursdan, hətta artırıram, universitetə qəbul olduğum vaxtdan bir ay sonra, hansı ki cavablar açıqlandı, ondan bir ay sonra mən dərs keçməyə başladım. Amma çox yaxşı oldu dərs keçməyə başlamağım. Sadəcə həm dərs keçirdim, həm də buranın belə deyim, dərs yükü ilə uzlaşmağa çalışdım. Bu arada dərs yükü əslində çox da ağır deyil. Normal, məsələn, baxıram, maraqlanırdım xarici universitetlərdə də hansı dərslər keçilir, eyni dərslər keçilir. Yəni deyim ki, şəxsən riyaziyyat ixtisasında başqa ixtisasları bilmirəm. Mənim ixtisasımda xarici universitetlərin proqramları ilə bizim proqramlar arasında çox böyük fərqlər yox idi. Amma tədris metodikası arasında dağlar qədər fərq var idi. Yəni mövzu eyni, amma onlar heç yorulmurlar, onlar midterm şəklində verirdilər. Məsələn, 3 fəni 1 verirlər, 3 fəni 1 verirlər, ya da 3 fəni 4 fəni kimi ayrılır. Bizdə yox, biz 7 fəni birdən veririk və hər fən arasında təbii olaraq bir ayın içində verdiyimiz üçün 4 gün, 3 gün, 2 gün, 2 gün fərq olduğu belə olub yəni. 2 gün, hətta 1 gün fərq belə olubdu. 1 gün, 7 gün, 10 gün və belə arada fərqlər olur. Və bir ayın içində sən dərs ili boyu nə qədər o fənləri yaxşı oxumuş olursansa ol, nə qədər ciddi hazırlaşsan da, yenə də sənin, yəni belə deyim də, məsələn, biz bir kitabı oxuyurduq və ondan imtahan verdik. Yəni adətən elə olurdu. Düzündə sağ olsun, müəllimlərin PDF-ləri var idi. Amma məncə pandemiyadan sonra oldu elə bizim vaxtımızda. Çünki artıq kitab şəklində hər kəs ala bilmirdi, çölə çıxa bilmirdi, PDF-lər o qədər almaq mümkün olmurdu. Ona görə müəllimlər artıq dərsi sistemləşdirib orada Teams proqramına yüklüyürdülər deyə PDF-lər halında biz orada oxuyurduq. Bu bizə düzdür, biraz rahatlıq vermişdi, biraz bizim xeyrimizə olmuşdu. Amma genel olaraq mən bir ayda 7 imtahan verməyə heç tərəfdar deyirəm və qınayıram. Ümid edirəm ki, Bakı Dövlət növbəti illərdə bunu düzəldər, bunun üzərində işləyər. Yəni belə dərs yükü o qədər ağırdır ki, Bakı Dövlətin əslində içərisi, kampus olaraq içərisinə baxsaq, çox gözəldir və çox sərfəlidir. 4 korpusun elə bir yerdə olması çox gözəl bir şeydir. Yəni məsələn, baxıram, mən keçən dəfə kənar rəyi UNİQ-dən aldım və UNİQ-ə gedəndə Nizami filialındakı UNİQ-ə getdim. Allahım, metrodan uzaqlığı, bəlkə mən ilk dəfə getdim deyə mənə çox gəldi yolu, onu da deyə bilmərəm, amma çox narahat oldum, yəni çox mənim üçün narahat verici idi. Hətta axşam sinəyə gedənlərə düşünsək, daha çətindir məncə. Amma videoda məsələn avantajlar da odur ki, videoya hər şey, elə bil ki, videoya hər şərait yaradılıb, videoya bizə o şəraiti vermir. Yəni bizə bəzi şeyləri özü təşkil eləmir deyə düşünürəm. Amma belə məsələn buranı birazdan çəkərəm, çox gözəldir, çox gözəlləşdirdilər. Düzdür, mən bunu köhnə halını da görmüşəm, bakalavr burada oxuduğum üçün. Amma inkişaf gedib, yəni bayağı qəşəngdir. Və düşünsək ki, sinif otaqlarının dəyişilməyidir, kampusun həyətinin düzəlməyidir, bunlar təsir edir. Məsələn, ağır dərs rejimidir, məsələn, oturmuşsan orada diferensial təlləri həll eləmişsən, bitirdim deyib çıxırsan və qısmıq sökük yerlər görmək insana həvəsləndirmir, motivasiya vermir. Amma çıxırsan görsən güllük, çiçəklik, səliqə, səhman, bu da insana bir rahatlıq verir. Yəni önəmlidir, təhsildə bu da önəmlidir məncə. Yəni en azından önəmlidir. Yəni başqa bir şey deyim, çox qəşəngdir, hal-hazırda çox gözəlləşdiriblər. Amma biraz təhsildə problemlər var, axsatmalar var. Məsələn, mexanika riyaziyyatın başqa bir dezavantajını desəm, çox ləngdilər. Hər şeyi son günə saxlayırlar. İşçi heyəti çox ləngdir. Mən UNİQ-də məsələn getdim 2 dəqiqəlik işimi 2 saniyənin içində həll edilər. Həmən işi bedoyu 100% 3 günə, 4 günə, 1 həftəyə həll edir. Ən azından məni orada 2 saat saxlayardılar. Məni UNİQ sadəcə 1 saat belə çəkmədi mənim işim həll olmağa. Sadəcə gəldim,
bilirdim ki hansı müəllimə müraciət edəcəm rəy barədə. Birbaşa girdim içəri, müraciətimi elədim və çıxdım. Yəni imzam, peçatını da vurdular, okey dedilər və salam həll elədik, çıxdıq. Bu bir şey oldu ki, mən son ana qədər dedim ki, yine yazacağam magistrdə. Keşke yazardımı deyirəm bu arada, amma mən bir qatardan düşənə qədər dedim ki, yine yazacağam. Qatardan səhvən metronun Bakı Dövlət tərəfə açılışı olan hissəsindən çıxdım. Və oradan çıxanda bir anlıq belə baxdım, bir anlıq bir duygusallıq, hər nə qədər də mənfi yönlər olsa, bayağı bir duygusallaşdım. Hansı ki, qrup yoldaşlarım vardı, başqa üniversitəyə yazısıydı, bəziləri artıq yazmışdı, bəziləri evlənmişdi, çıxıb getmişdi. Yəni, bir çoxuyla bayağı bir uzaqlaşdığı məlum idi də, yəni. Və orada bir anılar var axı və o anılara görə bir də onu yazmaq istədim. Amma sonra yazmaq da getdim də, yazdım da, plus müəllimlərim də bir onu qurtarmışdı, məni hazırlaşdıran müəllimlər, magistra, Aytən müəllim və digər müəllimlər. Və mənim ixtisasımı yazan Aytən müəllim idi, ixtisaslaşdırmanı edən. O da biraz danışanda mən biraz da duyğusallaşdım və belə onu seçdim. İxtisasımı seçməkdə heç peşman deyiləm. Hesabıma riyaziyyatı o katedraların içərisində ən gözəllərindən biridir məncə. Müəllimlər olsun, müəllimimi, elmi rəhbərimi tanımadan seçdim, bilmədən seçdim. Təsadüfən, tamamilə təsadüfən seçdim və tanıdığım müəllimləri üstünə xət çəkdim orada, bəzilərinin. Daha müəllimi sevməyiblərik, bu da normaldır. Onların birini əsas sevmirdim, onun üstünə xət çəkdim. Digərləri çox da cazib gəlmədi və Gülşən müəlliməni seçdim. O qədər gözəl keçdi ki, yəni hər nöqtəsinə qədər yəni tələbəsinin dəstəyini tələbəsinə dəstək görən müəllim sayı çox azdır. Və mən nə qədər rəfiqələrimin əziyyət çəkdiyini gördüm. Təsəvvür edin, mövzunu belə şagirdə verməmişdi. Yəni tələbəyə verməmişdi ki, o onun üzərində hazırsın. Sən mövzunu müəllim tətbiq verməlidir. Ümumiyyətlə bu dissertasiya işi layihə işi sayılır və layihə işlərində müəllimin dəstəyi böyük ola bilər. Yəni digər işlərdə yox, amma layihə işində müəllimin dəstəyi böyük olmalıdır. Və sağ olsun mənim müəllimim sonuna qədər dəstəyini əsirgəmədi. İnşallah yaxşı olar, müdafiəmiz qalıb. Ümid edirəm onu da çəkə bilərəm zamanı gələndə. Müdafiə inşallah yaxşı keçsin. İşim hazırdır, çox gözəl. Yoxlanırsam da keçdi. Süni intellektində, plagiatdan da. Plagiat desəm 1% neqdəsi, 1,0% çıxdı. Süni intellektdə 0% çıxdı. Bu şəkildə bunu da həll elədim, sesindən gəldik. İnşallah sırada gəlir MİQ imtahanına hazırlaşmaq. 2 ayda hazırlaşıram, ümid edirəm yaxşı nəticə toplayaram. Riyaziyyata hazırlaşdığım üçün riyaziyyat müəllimlər arasında rəqabət biraz aşağıdır. Yəni aşağı deyil, sayı azdır. Yəni məsələn bir ingilis müəllimlərin sayına, ibtidai sinif sayına görə bayağı aşağıdır. Ümid edirəm ki, yaxşı olar. Mənim zamanında qrup yoldaşlarımdan 63 balla girənlər də oldu. Yəni ümid edirəm ki, mən yüksək nəticə yığıb girə bilərəm. Və bir şey də var ki, 2024'də çox aşağı idi. Sualların səviyyəsi çox aşağı idi. Blok səviyyəsində idi suallar. 2025'ə mən girdim, prosta girdim sınamaq üçün. Bir girməz olaydım. Yəni girəndən sonra orada da artıq girmiş olanlara ödənişli idi, bunu bilmirdim. Belə olacağı haqqında heç bir düşüncəm yox idi. Və keçən imtahana girəndə nəyi düşünürdüm? Düşünürdüm ki, nəyəcə bu qədər müəllim verir, bu qədər resurslar hazırlayırlar müəllimlər üçün, imtahan vermək üçün, kompüterlə təşkil olunur və s. Amma nə qədər müəllim girir sınamaq üçün mənim kimi. Məsələn, bəziləri mənim kimi sınamaq üçün, bəziləri prosta girir, məsələn, tələbələri ilə birlikdə suallardan agah olmaq üçün girirlər. Onlar biraz yanlışdır, onların qarşısını almaq lazım idi. Bilmirəm, ümid edirəm ki, bu ziyanınıza olmaz, çox yaxşı nəticələr toplayarıq. Hazırlaşan hər kəsə də uğurlar arzu edirəm. İnşallah çıxışda bir bunu göstərərəm. Bugünüm çox produktiv keçib bugünüm. The sun is shining bright like a colorful aurora. It paints the world in hues of orange and white and more. I'm gonna start packing my bag. I'm leaving all worries behind. Let's go. I need to get my own summer style back.
through the palm trees loft. Seen it whisper secrets of each land. The sound of the waves lapping on the beach is like a pleasant melody. Soothe my heart's troubles. Windows down with the wind in my hair. I feel so free. Oh, it's the smell of summer. My summer trip. Take me away, all worries to a place where my heart can play. Under the stars, by the ocean shore, by the vast grasslands. Oh, it's the smell of summer. I find a hidden cove where the dolphins rove. I watch them dance in the ocean's cove. I build a sandcastle high. I touch the summer